Bakıya qəbulu azaldıb, qəbulu verməliyik, artıq daha çox artırmalıyıq bölgələrə. Və biraz da ictimai şuur və yanaşma dəyişməlidir. Yəni burada problem odur ki, hamı can atır ki, gəlsin Bakıda. Stereotip fikirdir də. Stereotipdir. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Zaman maşınında bu andan etibarən səyahətimiz başlayır. Sizinlə mənəm Nigar və bugün çox aktual, çox prioritet məsələdən danışacağıq, təhsildən danışacağıq. Təhsilin qarşısında hansı məsələlər dayanır yaxın 10 illiklər üçün? Təhsilə ayrılan dövlət büdcəsi növbəti ilin büdcə planında və bütün bunlar nəyə fokuslanıb, hansı məqsədləri daşıyır? Bu barədə mövzunu müzakirə etmək üçün millət vəkili Ceyhun Məmmədovu dəvət etmişik. Ceyhun müəllim, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Hər vaxtınız xeyir, mən təşəkkür edirəm. Və Ceyhun müəllim, 2026-cı il dövlət büdcəsində 5 milyarddan artıq vəsait məhz təhsil xərclərinə ayrılıb, nəzərdə tutulub. Burada təbii ki, bir neçə məqam var. Müasir dövrün tələbləri ilə ayaqlaşan məqamlar, təhsildə yeni innovasiyaların tətbiqi ilə və təhsil islahatlarına bağlı məqamlar var. Mən istəyirəm elə bundan başlayaq. Təhsilə bu qədər qayğının göstərilməsi, təhsil üçün bu qədər önəmli olan məbləğin ayrılması nələri dəyişəcək, nələr hədəflənib və nələrin dəyişilməsi nəzərdə tutulur? Bəli, əslində biz bugün ümumi Azərbaycanda dövlət səviyyəsində təhsilin inkişafına baxanda ilk diqqət çəkən məsələlərdən biri odur ki, bugün ölkəmizdə dövlətimizin təhsilə çox böyük diqqət və qayğısı var. Bugün Azərbaycan cəmiyyətində təhsillə bağlı məsələlər çox müzakirə olunur və bu təbiidir, çünki hər birimizin evimizdə təhsil var, övladlarımız oxuyur, doğmalarımız oxuyur və Azərbaycanın da strategiyasında, Azərbaycanın da dövlət siyasətində cənab prezidentin rəhbərliyi ilə ən çox xüsusi önəm verilən sahələrdən biri təhsil sahəsidir və artıq bir neçə ildir təhsil sahəsi ən çox maliyyə vəsaiti ayrılan sahələrdən birinə çevrilib. Biz ümumi rəqəmlərə baxanda 2020, 2021, 2022 və 2026-ya baxanda artıq burada böyük bir faizdə, yəni bəzi illər 10%, bəzi illər 15%, 20% təhsilə ayrılan vəsaitdə bir artımı görürük. 5 milyard böyük bir vəsaitdir və onu da qeyd edək ki, 2025-ci illə müqayisədə 2026-cı ilin müqayisə etdikdə burada da yenə 70 milyona ətrafında bir artım var və burada da əsas hədəf və məqsəd təhsil sahəsində islahatların həyata keçirilməsidir. Burada bir neçə istiqamətdə işlər gedir, təhsilin keyfiyyətinin artırılması, məzmunun dəyişməsi, sertifikasiya ilə bağlı məsələlər, son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri müəllimlərin tam ştata keçməsi ilə olan bir məsələdir. Bölgələrdə müəllimlərin işləməsi üçün bu prosesə dəstək verilməsidir, dəstəklər məsələsidir, elm sahəsidir. Məsələn, bu il elm sahəsinə 229 milyon vəsaitin ayrılması nəzərdə tutulur. Və əsas hədəf və məqsəd qeyd etdiyimiz kimi birinci növbədə təhsilin keyfiyyətinin yüksəldilməsi, bu keyfiyyətin yüksəldilməsi də yaxşı müəllimlərin seçilməsi, prosesə cəlb edilməsindən keçir. Təhsilin məzmunu ilə bağlı dəstəklər məsələsi prioritetdir. Digər bir məsələ isə qeyd etdiyim kimi xüsusilə ucqar bölgələrdə müəllimlərin işləməsi məsələsi bugün aktual məsələlərdən biridir və həmin müəllimlərə əlavə dəstəklərin göstərilməsidir, məktəblərin təmiridir, infrastruktur məsələsidir və digər məsələlərdir. Misal üçün biz xaricdə təhsili də qeyd edə bilərik. Bütün bunların ana hədəfi və məqsədi isə bizim təhsilimizin beynəlxalq standartlara cavab verməsi üçün atılan addımlardır və bu kifayət qədər mürəkkəb bir prosesdir, ağırlı prosesdir. Yəni biz son günlər davamlı olaraq müxtəlif müzakirələrində şahid oluruq.
Amma dövlətin bir daha onu xüsusi qeyd edir ki, əsas hədəf və məqsəd odur ki, Azərbaycan təhsili beynəlxalq standartlara cavab versin. Siz Ceyhun müəllim Cəbrayılda doğulmusunuz və Cəbrayıl Qubadlı seçki dairəsində millət vəkilisiniz. Qeyd etdiniz, bizim son vaxtlar hədəfimiz olan son 5 ilin ictimai-siyasi həyatında bir balaca, məqsədlərimizin insan yönümlü olması da elə bununla bağlıdır. Yəni milli strategiyamızda insan yönümlü siyasət yürütmək. Və son 5 ildə Müzəffər ordumuzun işğaldan azad etdiyi torpaqlarda infrastruktur qurulması üçün əsas şərtlərdən biri olan təhsil müəssisələrinin bərpa olunması, mövcud təhsil müəssisələrinin gözdən keçirilməsi, onların potensialının qiymətləndirilməsidir və istəyirəm ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təhsil potensialı necədir bu barədə danışaq və hansı hədəflər var orada? Məsələn, çox vaxt danışılır bu barədə Bakıdakı ali təhsil müəssisələrinin Bakıdan başqa yerə köçürülməsi, tıxacların azaldılması məsələsini həll etmək üçün və yaxud da başqa məsələləri həll etmək üçün. Məsələn, Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Azərbaycandakı digər universitetlərin, ali təhsil müəssisələrində Qarabağ və Şərqi Zəngəzur bölgəsinə köçürülməsi sizcə bu bölgənin insan yönümlü potensialının inkişaf etdirilməsində, bölgənin sosial həyatının inkişaf etdirilməsində rolu necə ola bilər? Birinci onu qeyd edək ki, bəli, tamamilə doğrudur. Bugün bizim gündəliyimiz artıq fərqlidir. Yəni biz post müharibə dövrünə qədəm qoymuşuq. Biz 2020-ci ilə qədər, 2023-cü ilə qədər əsasən Qarabağın azad olunması istiqamətində addımlar atırdıq. Bugün post müharibə dövrü isə bizdən bilikli, savadlı kadrların yetişdirilməsini tələb edir və mən sizə onu qeyd edim ki, mən təhlil edirəm, bugün dünyada ən prioritet məsələlərdən biri kadr məsələsidir. Və çox müəyyən mənada bədbin proqnozlar da var ki, artıq şirkətlər işçi tapmaqda çətinlik çəkirlər. Yəni söhbət hazırlıqlı işçidən gedir, süni intellekt var, informasiya texnologiyaları var və o mənada bizim də qarşımızda bugün duran əsas vəzifələrdən biri peşəkar, savadlı, bilikli kadrların yetişdirilməsidir. Bu çünki dövlət idarəçiliyində çox önəmlidir və o mənada bugün dövlət xaricdə təhsil olsun, universitetlər olsun, biz bu barədə danışdıq. Və eyni zamanda bugün bizim qarşımızda duran ən vacib məsələlərdən biri Qarabağın, Şərqi Zəngəzurun təhsil ənənələrini bərpa etməkdir. Və ona görə hər il bizim dövlət büdcəsindən Qarabağa böyük bir Şərqi Zəngəzura vəsait yönləndirilir. Bu ildə artıq 3,5 milyarddan söhbət gedir. Ötən il 4 milyard idi. Artıq 20 milyarddan artıq bir vəsaitin xərclənməsi bugün prosesi bizim gözümüzün qabağındadır. Və bugün çox sevindiricidir ki, siz qeyd etdiniz, məsələn, mənim özümün doğulub boya başa çatdığım və təhsil aldığım Mehdizadə adına məktəb artıq yenidən inşa olunub, çox müasir bir məktəbdir və burada bizim övladlarımız, uşaqlar, şagirdlər təhsil alırlar. Bugün çox qürurvericidir ki, Şuşada mən olmuşam, müasir məktəblər var, Ağdamda bu iş gedir, Xankəndidə bu işlər gedir, Zəngilanında, Ağalı kəndində. Yəni bugün bu ərazilərdə infrastrukturun yaradılması üçün çox ciddi işlər gedir. Və bugün Qarabağ Universiteti də bizim qürur mənbəyimizdir. Artıq 1000 nəfər var idi, 2000 tələbəsi var. Və universitetlərlə bağlı məsələyə gəldikdə, mən bu məsələyə biraz fərqli yanaşıram. Bəzən bizdə çox fikirlər səsləndirilir və bəzən də elə çağırışlar olur ki, biz Bakıda nə qədər universitet var, hamısını köçməliyik. Bu kökündən yanlış bir məsələdir. Universitetlər həm də şəhərin mədəni mühitini, mədəniyyətini, ictimai durumunu göstərir. Yəni biz Bakıdan müəllimləri də köçürək, hamını da köçürək, bunlar getsinlər ora və Bakını tamamilə boşaldaq. Bu, mən düşünürəm ki, çıxış yolu deyil. Burada
məsələyə mən belə yanaşıram. Biz nə etməliyik? Biz artıq Bakıdakı universitetlərə qəbulu azaltmalıyıq. Növbəti ildən Elm və Təhsil Nazirliyi bunu edəcək. Düz doğru onların məqsədi ayrıdır. Amma biz bölgələrdəki universitetlərə qəbul artırmalıyıq. Misal üçün bugün 2000-dir, gələn 3000. Yəni Qarabağda mərhələli şəkildə 5000, 10000 və daha çox. Düşünürəm ki, Şərqi Zəngəzurun özündə təbii ki, bu dövlətin qəbul edə biləcəyi bir qərardır. Cənab Prezidentin rəhbərliyi və mən bir neçə dəfə də bu təkliflə çıxış etmişəm. Düşünürəm ki, Şərqi Zəngəzurda da bir universitetin yaradılmasını nəzərdən keçmək olar. Yəni biz regionlarda universitetlər yaratmalıyıq və bu region üzrə, yəni getməlidir. Tutaq ki, Zaqatalada var, ta ki bir müstəqil universitet kimi Şəki və Bakıya qəbulu azaldıb, qəbulu verməliyik, artıq daha çox artırmalıyıq bölgələrə. Və biraz da ictimai şuur və yanaşma dəyişməlidir. Yəni burada problem odur ki, hamı can atır ki, gəlsin Bakıda. Stereotip fikirdir də. Stereotipdir. Amma bölgəyə yönləndirmək, yəni siz təsəvvür edin ki, tutaq ki, bizim 160 min təxminən tələbəmiz var. Biz bunun yarısını, biraz da çoxunu bölgələrə yönəltsək və bölgələrdə qəbul artırsaq, məsələn, Lənkəran Universiteti var, infrastrukturu yaradaraq, Şəkidə Müəllimlər İnstitutu var, bunun ayrıca bir universitetə çevirərək, amma burada da çox ciddi məqamlar var ki, kadr məsələsi önəmlidir, keyfiyyət məsələsi önəmlidir və biz bu məsələni nisbətən həll edə bilərik. Və Bakıdan bəzi, əgər universitetləri biz hansısa formada düşünə bilərik. Amma burada hələ də nəzərə alsaq ki, əsas əhali Bakıda formalaşıb və yerləşib. Siz bəzən hətta nazirliklərlə də bağlı bu kimi təkliflər verilir. Mən vətəndaşım, gəlmişəm Bakıya, mənim bir neçə dövlət qurumunda işim var. Mən belə çıxır ki, Bakıda olmalıyam, sonra Gəncədə olmalıyam, sonra orada olmalıyam. Dövlətin hansısa icrası var, toplantı var, Nazirlər Kabineti və ya Cənab Prezidentin. Yəni burada bu reallıqlardır. Ona görə biz nə edə bilərik? Birinci dərəcədə bölgələrə qəbulu artırırıq. Bu çox ciddi təsirini göstərəcək və Bakıdakı universitetlərə də bu qəbulu minimum endirir. Son illər təəssüf ki, bizim universitetlərə qəbul sürətli bir formada inkişaf elədi və say həddindən artıq artırıldı. Məsələn, 5000 tələbəsi, 10.000 tələbəsi olan universitetin bugün 20.000 tələbəsi var və onun infrastrukturu və şəraiti də yoxdur. Bəli. Amma bizim qarşımızda yaxşı bir Qarabağda model var, artırırıq, yaxşı infrastruktur yaradır və hesab edirəm ki, bax, bu proses bizim dediyimiz məqsədlərə töhfə verə bilər. Və burada yalnız sanki bəzən indi mən aktualdır deyirəm, belə düşüncə yaranır ki, ancaq müəllimlər və tələbələr problem yaradır. Burada indi işlər gedir, nəqliyyatda islahatlar olmalıdır, əhalinin bölgələrdə işlə təminatı və s. Bütövlükdə bu məsələlər kompleks şəkildə həllini tapandan sonra bunu biz görəcəyik. Təbii ki, bir neçə mərhələli prosesdir və məncə çox gözəl düşünülmüş addımdır. Bax, bayaq da dediyim kimi o stereotipi qırmaq lazımdır ki, fərq etməz sən Bakı Dövlət Universitetində təhsil alırsan və yaxud da məsələn Gəncədə Aqrar Universitetdə, Bakı Dövlət Universitetinin də kənd təsərrüfatla bağlı olan ixtisasında təhsil almaq Aqrar Universitetdə təhsil almağa bərabərdir və eyni professor, belə deyim, sənə dərs deyirsə, təhsilin keyfiyyəti eynidirsə, burada məkan fərqi yoxdur. Tamamilə doğrudur. Əslində yəni burada ixtisaslaşmış universitetlər məsələsi gündəmə gəlir ki, məsələn bizim o dövrdən ixtisaslaşmış universitetimiz Gəncə Aqrar Universitetidir. Və bu universitet sırf bu sahə üzrə formalaşıb və infrastrukturu da var, şəraiti də var. Orada son illər çox yaxşı işlər görülüb və bizim gənclərimiz də sizin dediyiniz formada biri var laboratoriyası olan, biri var heyvandarlıq sahələri, bitkiçilik sahəsi olan bir universitetə gedir, orada təhsil alır və biri də var Bakıda. Yəni infrastruktur baxımından, təhsil baxımından bu önəmlidir. Yəni bu
biraz da Sovet dövründən qalmış bəlkə də stereotipdir. Bu yanaşmanı biz dəyişməliyik. Və bu valideyn üçün də çox geniş imkan yaradacaq ki, onun övladı Bakıya gələndə xərcləri daha çox artır. Və misal üçün Şəkidən olan bir gənc Şəkidə qəbul olur və orada oxuyur. Evi də oradadır, ailəsi üçün də bu uyğundur və dediyimiz digər məsələlər də nəzərə alınır. Biraz bax bu stereotiplər, baxış, yanaşma da dəyişməlidir. İndi bizim biraz mövzumuz fərqlidir. Hamının universitet oxumasına ehtiyac yoxdur. Potensialı olan bilir. Bu da ayrıca bir sualdır. Ayrıca bir sualdır. Peşə məktəblərimiz var, bizim kolleclərimiz var. Və o mənada burada həm də bütün bunlara paralel bir maarifləndirmə və təbliğat da aparılmalıdır və eyni zamanda təhsilin keyfiyyəti də ciddi bir formada artırılmalıdır. Birazdan peşə təhsili məsələsinə toxunacağam. Hələlik isə daha bir maraqlı məsələdən danışmaq istəyirəm Ceyhun müəllim. Xaricdə təhsil məsələsindən. Çünki siz özünüz xaricdə təhsil almısınız, Liviya və Suriyada. Yəni ərəb dilini peşəkar bilirsiniz. Belə deyim. Niyə məhz xaricdə təhsil almaq qərarına gəldiniz? Çox maraqlıdır. Çünki Bakı Dövlət Universitetinin, o vaxt Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsi çox nüfuzlu idi. Yəni tək Azərbaycanda deyil, ümumiyyətlə postsovet məkanında. Nəyə görə məhz xaricdə təhsil almaq qərarına gəldiniz? Suallar tez-tez mənə verilir. Demək, bu birinci valideynlərin qərarı idi və daha çox mənim əmim özü də şərqşünasdır və uzun müddət Əfqanistanda işləmişdi və şərq ölkələri ilə maraqlanırdı. 91-ci ildə hələ Sovet hökuməti dağılmamışdı, dağılmağına az qalmışdı. 91-in hardasa əvvəllərində əmim gəldi ki, bəs belə bir fürsət yaranıb. O dövrdə xaricə getmək çox çətin idi. İndi asan bir məsələdir. Sovet dövrü, Sovet hakimiyyəti icazə verməli idi, razılıq alınmalı idi, orqanlardan keçməli idi. Ancaq o son dövr olduğuna görə biraz yavaş-yavaş artıq xaricə bir təhsil meyli başlamışdı. Mənim də əslində istəyim o idi ki, şərqşünas olum ya da tarixçi olum və arzum idi və ona hazırlaşırdım və əmim atama təklif elədi və atam dedi ki, biz səni göndərmək istəyirik. Çünki xaricdə təhsil imkanı yeni yaranıb və sən gedib orada oxuyub gələrsən və işləyərsən. Əslində mən fikirləşdim, amma artıq qərar qəbul edilmişdi və mənə də maraqlı gəldi ki, gedim, bir oxuyum, görüm orada vəziyyət necədir. Və sonradan düşündüm ki, çox yaxşı oldu ki, mən getdim, oxudum. Çünki ümumiyyətlə bu ölkələrdə ümumiyyətlə xarici dili mən həmişə deyirəm, mütləq bir xarici təcrübəsi olmalıdır. Yəni siz xaricdə gedib bir neçə ayımı, bir neçə ilmi mütləq şəkildə onun praktik formada keçməsi və o mənada dili öyrənmək baxımından indi yalnız ərəb dilini yox, eyni zamanda ilahiyyat elmlərini, ümumiyyətlə ərəb ölkələrini və bütün orada o təhsil almaq mənə bu geniş imkanları yaratdı ki, həm ərəb dilini öyrənmək, həm də eyni zamanda dini biliklər əldə etmək və buna paralel olaraq da bütövlükdə regionu öyrənmək və elə uzun bir dövr oldu, biraz çətin dövr oldu. Mən zaman-zaman öz tələbələrimə danışıram. Siz təsəvvür edin ki, siz gedib birdən-birə ərəb mühitinə düşürsünüz. Mən buradan gedəndə 1-2-3 ay kursa getmişdim, hərfləri bilirdim, 3-4 söz bilirdim. Amma artıq ərəb mühitidir, ərəb dilini öyrənməlisən. 1-2-3 ildən sonra başladı universiteti ərəblərlə bir yerdə oxumaq. Mən indi hərdən tələbələrə deyirəm ki, biz psixologiyanı, sosiologiyanı oxuyuruq. Mən birdən sosiologiya, psixologiya imtahanına hazırlaşanda 3-4 kitabı oxuyurdum. Axırda gördüm, yadımda heç nə qalmır, bir də təzədən oxuyurdum. Amma yəni öyrənmək üçün, bilik əldə etmək üçün yaxşı bir fürsət idi və biz də çalışdıq o fürsətdən istifadə edək. Yəni indi də həm elə valideynlərimə, həm əmmə zaman-zaman təşəkkür edirəm ki, yaxşı ki, siz o belə bir istiqamət vermisiniz. Yəni dil daşıyıcısından dili öyrənmək tamamilə başqa bir təcrübədir təbii ki. Və mən də elə onu soruşacaqdım ki, sizdən. Məsələn, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olan tələbə ilə
tədris ilinin ilk günündən başlamırlar axı ərəb dilində ya fars dilində danışmağa. Siz isə birbaşa, yəni dil daşıyıcılarının olduğu başqa dildə danışılmayan ölkədə deməli hazırlıq kursu keçdiniz. Bəli, bir neçə ay mən bizim burada akademiya sistemində müəllimlərin yanına getdim. Ümumiyyətlə ərəb dili çox mürəkkəb dildir. Mən sizə bir məsələni deyim ki, bu çox maraqlı bir məsələ idi ki, bizim məsələn tələbə yoldaşlarımız vardı, onlar qrammatikanı çox yaxşı bilirdilər, amma danışmağı bilmirdilər. Elə tələbələr vardı, danışmağı bilir, amma qrammatikanı bilmirdilər. Və ona görə bu dil məsələsində məsələn bizdə heç də şərqşünaslığı bitirən o uşaqların hamısı ərəb dilini yaxşı bilmir. Mən bir məqamı qeyd edim ki, o dövrdə belə bir təcrübə var idi ki, həm fars dilini, həm ərəb dilini, türk dilini bitirənləri, daha doğrusu oxuyanları oxuduqları müddətdə bəzi ərəb ölkələrinə, bəzi fars dilli ölkələrə praktika üçün göndərirdilər. Getsinlər orada praktika əldə etsinlər. Çünki praktika çox önəmlidir. Burada da siz ingilis dilində düzdür, ingilis dili xeyli asanlaşıb, gənclər maşallah yaxşı danışır, çünki mühit yaratmaq olur. Amma ərəb dili biraz spesifikdir. Məsələn, bizim tələbə yoldaşlarımız vardı, onlar bir yerdə qalırdılar, ərəb dilini öyrənə bilmədilər. Çünki o həmən mühiti yaşaya bilmədilər. Ona görə bu önəmli bir məsələdir. Amma onu da qeyd edim ki, şərqşünaslıq bizdə ümumiyyətlə Sovet məkanında vaxtilə ən güclü sahələrdən və ixtisaslardan biri idi və onun çox tanınmış Ələsgər müəllim kimi və digərləri kimi tanınmış nümayəndələr vardı ki, bu proses öz töhfələrini verdilər. Və Ceyhun müəllim, siz həmçinin İlahiyyat Universitetinin ilk rektoru olmusunuz. Uzun illər çalışmısınız İlahiyyat Universitetində. Bu da fərqli təcrübədir. Yəni teologiya, ilahi elmlərə mən təhsil alanda məsələn Bakı Dövlət Universitetinin bu sadəcə fakültə idi. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi. Daha sonra o fakültənin əsasında universitet yaradıldı. Prezidentin sərəncamı ilə və siz də rektor təyin olundunuz. O necə bir təcrübədir? Sizin həyatınızın o dövrü barədə istəyirəm danışaq. Yəni bilirəm ki, çox sevərək məşğul olduğunuz bir iş olub və qəribsəmirsiniz o illər üçün. Yox, əslində mənə ən çox verilən sual belədir ki, siz niyə İlahiyyat Universitetini qoyub millət vəkilliyinə gəldiniz? Bunu çox insan anlamır, yəni vəzifədir və siz vəzifəni qoyub millət vəkilliyinə gəlirsiniz. Mən birinci, indi bu sirlərin hamısını siz açırsınız. Mən ümumiyyətlə özümü müxtəlif sahələrdə sınamağı xoşlayıram. Yəni fərqli sahələrdə və həmişə işin çətininə qaçıram ki, oradan nəyisə öyrənə bilim və mənim fəaliyyətim belədir ki, mən uzun müddət dini qurumlarla üzrə Dövlət Komitəsində işlədim və orada zaman gəldi, mənim həm də elmə marağım vardı. Mənim həmişə arzum müəllim olmaq olub. Özümü müəllim, indi də müəllim kimi fəaliyyətimi davam etdirirəm və bu peşəni çox sevirəm, çətin də olsun. Və mən uzun müddət dini qurumlar üzrə Dövlət Komitəsində işlədim. Orada demək mən müdafiə etmişdim. Bizim işimizi təsdiqləmirdilər. Mən bir müddətdən sonra qərara gəldim ki, artıq dövlət qulluğundan ayrılıram və keçirəm elm sahəsinə və getdim, müraciət etdim Milli Elmlər Akademiyasına və Milli Elmlər Akademiyasında Gövhər xanım Şərqşünaslıq İnstitutunda məni qəbul etdi, amma mənə dedi ki, sənin yerin bura deyil. Mən dedim ki, yox Gövhər xanım, mən artıq qərara gəlmişəm ki, bu sahədə fəaliyyət göstərim. Yox, biraz keçdi, gəldi bir gün, dedim mən dini komitə ilə danışmışam, bir gün gəldi ki, Kamal Abdulla ilə danışmışam, o da cənab prezidentin müşaviri idi, prezident administrasiyasında, məni çağırdı görüşə və mən görüşdüm, mən də o qədər ürəkli deyiləm, orada işə düzəlmək çox çətin bir məsələdir və mən də plan qurmuşam, doktorluq ikinci işi götürüb burada davam edəcəm. Elə həmin gün Kamal Abdulla məni dəvət etdi prezident administrasiyasına və mən orada başladım fəaliyyətə və 4 ilə yaxın orada işlədim. Və bir müddətdən sonra Azərbaycan İlahiyyat İnstitutu yarandı, cənab prezidentin sərəncamı ilə. Ən birinci mənə bu barədə deyən atam oldu ki, o istəmirdi. Onun biraz baxışı fərqli idi. Atam dedi ki, valideynim dedi ki, ola bilsin səni ora göndərsinlər
Amma mən o qədər də istəmirəm. Bir sözlə dedi. Nəsə bir gün məndən sənəd istədilər. Mən də açığı o qədər də yəni o barədə düşünmürdüm. Bir gün məndən o zaman Dini Quruluşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sənədlərimi istədi. Və bir neçə gündən sonra orada bir neçə namizəd var idi və mənə deyildi ki, biz səni İlahiyyat İnstitutuna rektor göndərik. Və baxın, yəni ümumiyyətlə bu işi görən insanlar bilir ki, institut yaratmaq, universitet yaratmaq çox çətindir. Və düzdür, bizdə İlahiyyat fakültəsi var idi, amma biz o sistemi tamamilə dəyişdik. Kadr potensialının böyük əksəriyyəti dəyişdi və çoxu mənə deyirdi ki, siz yəqin 1-2 ilə 3 ilə başlayarsınız. Mən təyin olunandan 1-2 ay, 3 ay sonra biz artıq tədrisə başladıq, tələbə qəbul etdik və yaxşı bir sistemi qura bildik və artıq fəaliyyətə başladı. Və mənim ixtisasım da əslində, mən bayaq bir fikri demək istədim, amma indi yeri gəldi deyəcəm. Mənim ixtisasımda 2 sahə yazılıb. Bir ərəb dili, bir də İslamşünas, daha doğrusu dinşünas. İxtisası, yəni mənim həm də sahəm ilahiyyatdır. O vaxt mən qayıdıb gələndən sonra mənə çox dedilər ki, din sahəsinə get. Mən dedim, yox, mən dində yox, özümü daha çox elmi sahədə görürəm və talih elə gətirdi ki, İlahiyyat İnstitutuna gəldim və İlahiyyat İnstitutunu biz qurduq və yaxşı da bir institut quruldu, fəaliyyət göstərdi və bir müddətdən sonra da yenidən mənə bir zəng gəldi ki, belə bir təklif var. Millət vəkilliyi təklifi. Mən açığı həmişə belə fikirləşirdim ki, yəqin qalar sonraki dövrəyə falan, amma məsələ ciddiləşdi ki, bəs artıq belədir. Və artıq mən qərar qəbul elədim ki, yəni bu biz əskərik, bizə hansı sahədir, əsas dövlətə xidmətdir, dövlətçilikdir və o mənada getdim ora, yəni öz istəyimlə getmişəm. Amma bu dediyim kimi çox insan mənə sual verir ki, niyə belədir? Mən istədim biraz da bu fəaliyyəti yoxlayım. O da çətin idi, amma bu da çox çətindir. O qədər də asan deyil. Çünki insanlarla işləmək, insanlarla ünsiyyətdə olmaq. Ona görə bu həyatdır. Mənim prinsipim isə harda oluram olum, həmən işin haqqını vermək, onu düzgün bir formada icra etmək. Əsas odur ki, o institut quruldu, fəaliyyət göstərir. Azərbaycan təhsilində özünə məxsus yeri var. Və dinşünaslıq, ilahiyyatçılıq, teoloq olmaq, belə deyim də, yəni ümumi qəbul olunmuş dildə, bu yəni dinin elmi tərəfini öyrənməkdir və bəlkə də ən çətin sahələrdən biridir mənə görə. Çünki bir var dinin mənəviyyat tərəfini öyrənmək, bir də var onun elmi tərəfini öyrənmək, din alimlərini öyrənmək. Yəni bu tamamilə fərqli və çox böyük məsuliyyət tələb edən, işə məsuliyyətlə yanaşmağı tələb edən, ayrıca bir məsuliyyət tələb edən sahədir. Ona görə də yəni mən çox sevinirəm ki, Azərbaycanda İlahiyyat Universiteti yəni fərqlənir və seçilir. Və bu sahədə məhz dinşünaslıq sahəsinə seçilən dünyanın aparıcı ali təhsil müəssisələrindən biridir. Ceyhun müəllim, bax bayaq qeyd etdiniz ki, çox təəssüf ki, müəyyən peşələr sıradan çıxır. İnsan resurslarına maraq azalır. Süni intellekt bəzi sahələrdə təbii intellekti artıq əvəzləməyə başlayır. Amma elə peşələr var ki, onları nə qədər istəsəz də süni intellektlə əvəz etmək mümkün olmayacaq. Hələ yaxın bir neçə bəlkə 100 illik ərzində o peşələr əvəzsiz olaraq qalacaq. Bu kənd təsərrüfatından məşğul olan mütəxəssislərdir, bu insanlara xidmət sahəsində çalışanlardır, aşpazlardır, bərbərlərdir, dərzilərdir. Yəni onların işini süni intellektlə əvəz etmək çox çətindir. Çünki burada insanlarla emosional bağ qurmaq lazımdır, empatiya qurmaq lazımdır. Biraz işin emosional tərəfini düşünmək lazımdır. Və bütün bunları nəzərə alaraq peşə təhsilinə maraq yaratmaq üçün nə etmək lazımdır? Mən bilirəm ki, son vaxtlar peşə təhsilinə maraq artıb ölkəmizdə və bu sevindirici haldır. Amma daha da marağı artsın abituriyentlərin. Məsələn, kənd təsərrüfatı sahəsi gələcəyin sahəsidir. Çünki Azərbaycanın qida təhlükəsizliyi siyasəti prioritet məsələlərdən biridir. Və bununla təbii ki, bizim yerli mütəxəssislər məşğul olmalıdır. Yerli mütəxəssislər yetişdirilməlidir. Neyniyə ki, abituriyentlərin marağı artsın bu sahələr? Ümumiyyətlə, siz sualda çox vacib məqamlara toxundunuz. Birinci, yəni mən bu verilişlə bağlı demirəm. Mən son demək bir həftə ərzində
bir ay ərzində 5 dəfə universitetdə falan yerlərdə süni intellektlə bağlı çıxışım olub, müəllim işçiləri ilə və sabah da bir tədbir var, orada da yenə çıxış edəcəm. Bugün baxın, yəni məsələ nədir? Məsələ odur ki, bugün biz süni intellektdən danışırıq. Amma bizim insanlarımızın süni intellekt haqqında ümumi anlayışları o qədər də yoxdur. Və əslində bu sahədə Cənab Prezident də Milli Elmlər Akademiyasındakı çıxışında bu məsələyə toxundu və biz bu prosesdə gecikməməliyik. Demək, proqnozlara görə mərhələli şəkildə artıq növbəti illərdə bəzi ölkələrdə 30, 40, 50, 60 təhsilin süni intellekt vasitəsilə idarə olunması məsələsi gündəmdədir. Və burada çox məsələlər var. Əslində bugün süni intellekt bizdə tətbiq olunur. Tutaq ki, Dövlət İmtahan Mərkəzi, bankların, bəzi nazirliklərin çağrı mərkəzləri, bunların çoxu mobil şəbəkələr artıq keçiblər o sistemə, yəni süni intellekt sistemi ilə bu demək proses gedir. Burada bir neçə vacib məqam var. Birinci məqam odur ki, biz süni intellektlərində daha çox ChatGPT-ni düşünürük. Chatbotları. Bəli. Və çox təəssüf ki, buna da sürətli bir axım var. Və mən parlamentdə də çıxışımda bunu qaldırdım ki, biz süni intellektlə bağlı bir qanun qəbul etməliyik. Artıq bəzi dünyalar buna gedir. Bunun etik çərçivəsi var. Təhlükəsizlik çərçivəsi var. Bugün artıq bizim insanlarımızın, gənclərin belə dostları var, süni intellekt. Artıq xanımlarımız, çox adam orada məsləhətləşir, ürəyini boşaldır. Amma burada təhlükəsizliyə zəmanət yoxdur. Mən bunu ciddi bir formada buradan da deyirəm ki, üzr istəyirəm, bu vacibdir deyin deyirəm. Ailədə söz-söhbət olur, tez gedib ChatGPT-dən soruşur ki, mən nə idim? Bunun təhlükəsizliyi var, ictimailəşdirilməsi var, risk faktoru var, düzgün olmayan qərar da verə bilər. Hətta dünyada belə bununla bağlı bir neçə xoşa gəlməz hal olub artıq. Məsələsi. Bilirsiniz ki, bir gənc məsləhətləşib, ona təklif verir ki, çıxış yolu. Birləşmiş Ştatlarda özdə. Bəli, çıxış yolu intihar. Amma məsələ odur ki, bugün böyük güclər qarşılarına məqsəd qoydular ki, artıq Amerika Birləşmiş Ştatları 500 milyar pulu elə-belə yatırtmadılar. Dünya artıq ona gedir ki, süni intellektlə idarə olunacaq. Artıq həqiqətən də qorxulu bir dövrə daxil olmuşuq. Məsələn, Almaniyada bəzi şirkətlərdə artıq işçilərin 60%-ni süni intellekt əvəz edir. Və bugün bizdə də bu tendensiya gedir. Mənim bununla bağlı gənclərə tövsiyəm nədir? Heç bir halda süni intellekt tam insanı əvəz etməyəcək. Sizin dediyiniz kimi empati var, burada ünsiyyət var, insan sosial bir varlıqdır. Düzdür, 24 saat işləyir falan bunlara. Amma burada mənim birinci demək istədiyim məsələ odur ki, bəli, süni intellekt bütün sahədə tətbiq olunacaq. Çünki burada bir vəhşi kapitalizm də var. Onlar daha çox çalışacaq ki, çox vəsait qazansınlar. Yəni, misal üçün, işçinin nazı ilə oynamaq, xəstədir, gəldi, gəlmədi, gecikdi, süni intellekt vasitəsilə idarə edir və qayğıları xeyli azalır. Və bu proses gedir. Mənim birinci gənclərə tövsiyəm odur ki, mən nə düşünürəm? Mən düşünürəm ki, öz sayəsini dərindən bilən, yaxşı mənimsəyən mütəxəssisə həmişə ehtiyac olacaq. Bu çox önəmli bir məsələdir ki, birinci siz diplom xatirinə oxumayın. Diplom hər şey deyil. Diplom ümumiyyətlə bəzən heç nədir. Sizin biliyinizə baxırlar, savadınıza baxırlar. İndi gedirsiniz, İngilis dili lazımdır, lazım deyil. Sizdən İngilis dili tələb edirlər. Və heç İngilis dilinə ehtiyac olmayan bir şirkətdə İngilis dilini bilən adamı götürürlər. O birisi nə qədər savadlı da olsun. Ona görə dünyada sistem dəyişir. Ona görə birinci savad bilir. İkinci isə bizdə çox təəssüf ki, bir stereotip formalaşıb ki, mən anlayıram, indi mən də valideynəm. Amma uşağın potensialı yoxdursa. Məsələn, uşağın çox yaxşı musiqi duyumu var. Uşaq çox yaxşı rəssam ola bilər. Bəli. Uşaq çox yaxşı maşın ustası ola bilər. Bu uşaq yaradılıb və ona yönəlib ki, getsin yaxşı musiqiçi olsun. Valideyn zorla məcbur edir ki,
mənim uşaqlıqda arzum həkim olmaq idi. Ola bilmədim, sən həkim olmalısın. Yəni bu fakt da, belə faktlar Azərbaycanda həddən artıq çoxdur. Mənim arzum müəllim olmaq, ola bilməmişəm, sən ol. Ona görə burada birinci, yəni bizdə diplom bir dəbdir. Cehizdə xanımlara verilən bir deyək ki, atribut kimi, aksesuar kimi artıq bizim həyatımıza oturur. Deyəcəyim mən, vacib deyil ki, o diplom məhz ali təhsil müəssisəsinin diplomu olsun. Peşə təhsili müəssisəsinin diplomu. Təəssüf ki, biz axı peşə təhsilinə yuxarıdan aşağı baxırıq. Təəssüf. Yəni, təəssüf ki, bugün aşağı baxırıq və bugün bizdə çoxlu ali təhsilli diplomlular ordusu var. Amma bugün avtomobil ustasına hamımız gedirik, növbədir orada. Yaxşı saatsaz, yaxşı dərzi, rəngsaz və s. Və bugün, yəni artıq biz yanaşmanı dəyişməliyik. Baxın, bizdə bugün təxminən ümumilikdə, ali təhsildə 100 mindən artıq, 160 min, 170 min bu civarda, peşə isə 30-dur. Ciddi bir disbalans var. Və bunun da kökündə o durur ki, hamı ali təhsil alın. Amma artıq valideynlər bunu anlamalıdırlar və buna biz gələcəyik. Başqa yolumuz yoxdur. Yəni çünki bu bir işləri kimi görəcək. Ona görə burada şuur dəyişməlidir, yanaşma dəyişməlidir və bunun çıxış yolu nədir? Təbliğat, maarifləndirmə, məktəblərdə iş keçsin, ailələrdə iş keçsin. Yəni biz inandırmalıyıq ki, siz əsas o deyil. Yəni biz bəzən çox fitri istedadı olan bir musiqiçini dəfn edirik. Tutaq ki, yaxşı bir mühəndis ola bilər, yəni ona görə bunları nəzərə almaq lazım. Məsələn, bugün Bakıda Koreya ilə bir yerdə gözəl bir məktəb var. Bərdədə aqrar sahə üzrə var. Ona görə gənclər ona doğru getməlidirlər ki, yəni tələbat nədir? Bugün biz aqronom tapa bilmirik. Aqronom Türkiyədən, İrandan gəlir. Bəli. Amma yaxşı bizim aqronoma ehtiyacımız var və getdikcə də ehtiyac artacaq. Ona görə də gənclər bax o sahələri düşünməlidirlər ki, o sahələrdə onların əməyinə və fəaliyyətinə böyük bir ehtiyac var. Yəni mən birdən əvvəlki fəaliyyətimdə işə qəbul prosesində iştirak edirdim. Gələnin hamısı Bakı Dövlət və ya digər universitet coğrafiya fakültəsi. Və hansısa deyirəm, axı siz müəllim ali təhsil almaq üçün belə elədikdə. Deyirəm, axı bu düzgün deyil. Valideyn deyil. Məsələn, mən ailələr tanıyıram ki, onun övladı tutaq ki, orta bal yığıb israr edir ki, yox, mənim ali təhsilim. Kollecə girə bilər də, peşə təhsilinə gedə bilər. Getsin o, indiki reallıq odur ki, peşə təhsili olan yaxşı işçilər daha çox işçi tapır. Nəinki bu. Bugün ciddi bir bazarda texniki işçilərə ehtiyac var. Bax, bu bir məsələ kimi, aktual məsələ kimi bizim qabağımızdadır. Biz onun həllinə nail olmalıyıq. Və məncə peşə təhsili müəssisələrinin ən böyük üstünlüyü odur ki, onlar birbaşa təcrübəni, praktikanı tədris edirlər. Yəni, məsələn, siz 5 il ərzində, 4 il ərzində və yaxud da 6 il ərzində təhsil ala bilərsiniz və sonda əlinizdə lap fərqlənmə diplomu olsa belə, gələcəksiniz hardasa çalışmağı, öz ixtisasınız üzrə sizdən mütləq təcrübə tələb olunacaq. Heç kim sizi birbaşa götürüb yüksək və məsuliyyətli vəzifəyə təyin etməyəcək. Mütləq təcrübəniz olmalıdır. Amma peşə təhsili müəssisəsini bitirmək o deməkdir ki, siz istənilən bir müəssisəyə gedib burada artıq çalışa bilərsiniz diplomunuzla. Çünki bu təcrübəni də, bu praktikanı da sizə artıq tədris ediblər. Mən tamamilə sizinlə razıyam. Bu bir mənalıdır. Orada əslində 2 məqam var. Birinci, məsələn, mən bir müddət bundan əvvəl Bərdədə bir peşə məktəbi var. İndi Elm və Təhsil Nazirliyi bu istiqamətdə iş aparır. Dövlətin proqramıdır. Peşə məktəbləri yenilərir. Bizim Bərdədə universitet səviyyəsində bir peşə məktəbimiz var və sizin dediyiniz formada orada bütün traktor növləri, kombayn növləri, laboratoriyalar, imkanlar və praktik baxımdan sizə bütün bu bilikləri verir. Universitetdə isə bəli, tamamilə doğrudur. Orada da başqa bir məsələ var, qısa ona toxunacağam. Amma praktika siz, yəni universiteti bitirirsiniz, sonra gedirsiniz, sizdən praktika tələb edirlər. Bunun da çıxış yolu var ki, tələbə universitetdə oxuyarkən universitet işə götürənlərlə kontaktlı olmalıdır ki, o işçilər bitirəndə artıq universitetlər onu, işə götürənlər onu götürsün.
Amma peşə məktəbində isə siz bəli, artıq praktik biliklərə maliksiniz və siz artıq sizə təcrübə də lazım deyil. Siz artıq gedib hansısa bir müəssisədə fəaliyyət göstərəcəksiniz və bayaq siz çox vacib bir məqam dediniz ki, bizim bir neçə sahə üzrə növbəti illərdə strategiyamız var. Ta ki, neft artıq arxa plana keçir. Biz nədə uğur qazana bilərik, irəli gedə bilərik. Əsas alternativlərdən biri kənd təsərrüfatıdır. Bəli. Və Azərbaycanda kənd təsərrüfatına sürətli bir meyl var. O sahə üzrə mütəxəssislərə ciddi bir ehtiyac var. Bu önəmlidir. Tutaq ki, turizm sahəsidir. Ona görə biz gələcəkdə çətinlik çəkməmək üçün o prioritet sahələri gənclər seçməlidir ki, məsələn, bugün o turistləri indi gid deyilir, müşahidə edən bizim bələdçilər az vəsait qazanmırlar, misal üçün. İndi kənd təsərrüfatı eyni zamanda. Ona görə bu sahələrə yönəlmək lazımdır ki, o sahələrdə hansı ki özlərini realizə edə bilərlər və iş tapa bilərlər. Və son nəticə təbii ki, bayaq dediyimiz o insan yönümlü strategiya, sosial yönümlü strategiya, yəni dövlətin daha da inkişafı, güclənməsi və regionun daha da inkişaf etmiş, ən inkişaf etmiş və ümumiyyətlə nəinki regionun, onsuz da Azərbaycan, yəni mövcud olduğu regiondan inkişaf etmiş ölkəsidir. Dünyanın aparıcı, məhz insan yönümlü mərkəzlərindən birinə çevrilməsi əsas məqsəd budur. Və bunun da kökündə təbii ki, təhsil dayanır. Təhsildən hər şeyin bünövrəsi doğru qoyulmalıdır. Bünövrə də təhsildir, düzgün təhsildir. Bir mənalı, siz bugün baxın, yəni burada birinci ciddi bir tendensiya var. Mən bunu bölgələrdə də görürəm. Məsələn, bölgələrdə təəssüf ki, insanların yanaşması dəyişib. Bu urbanizasiya, ümumiyyətlə kütləvi şəkildə şəhərə meyl. Və bugün fürsətdir deyə mən danışıram. Bugün hamı kənd yumurtası axtarır. Bugün hamı kənd toyuğu axtarır. Bugün hamı orqanik yemək axtarır və bunu tapır. Və bugün çox üzücüdür ki, kəndçi də kənddə gedib dükandan yumurta alır. Dükandan broiler toyuq alır. Və kənddə mən tez-tez rastlaşıram. Həyəti də var, imkanı da var. Burada obyektiv, subyektiv amillərin rolu var. Amma meyl göstərir daha çox taksi sürməyə, maşın sürməyə, avtomobil idarə etməyə. Biraz asan yox, çətin işlər yönündə getməliyik və buna yönəlməliyik. Çünki bizim gələcəyimiz ondadır. İndi birazdan sonra artıq bilirsiniz də Amerikada bu tətbiq olunur və mən əminəm ki, qısa vaxtda bizdə də artıq süni intellekt gələcək. Özü proqramla taksi şirkətləri bunda maraqlıdırlar. Proqramla işləyən taksilər gələcək və artıq pilotsuz, sürücüsüz. Yəni sürücüsüz Amerikada var, artıq çox geniş istifadə olunur və bizdə də artıq sürücülərə də ehtiyac olmayacaq. Bəli, yük daşımalarda istifadə olunur, birazdan sərnişin daşımada da bəli. Orada yəni o mən dediyim məsələ var ki, proqramla artıq olandan sonra bu proses gedir. Dünyamız yəni qarşısına böyük bir hədəf qoydu. Və burada önəmli məsələ nədir? Bugün dünyada elə bir ölkə yoxdur ki, o elmə, savada, kadrın yetişdirilməsinə önəm vermədən inkişaf edə bilsin. Amerika nəyə borcludur? Təhsilə. Ən güclü universitetlər hardadır? Amerikada. İngiltərə nəyə borcludur? Və Çin gəlir. Və ona görə bizim də prioritetimiz bu olmalıdır. Baxın, bizim qarşımızda Singapur modeli var. Qısa vaxtda baxın necə inkişaf edir. Çin modeli var. Və ona görə kadr, savad, bilik, elm hər süni intellektin də arxasında olur. Və ona görə biz əgər bunu istəyiriksə, bu məsələyə ciddi önəm verməliyik. Ceyhun müəllim, mən sizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, bir daha çox vacib məsələlərə toxunduq və həm səmimi, həm də vacib bir müsahibə alındı sizinlə. Buna görə sizə minnətdaram və verilişimizin ənənəvi sualı var, onu səsləndirmək istəyirəm. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcəyə gedərdiniz? Valla, baxır hansı baxımdan. Mən biraz bugün verilişimiz belə mənəvi tərəfi çox oldu. Demək, Allah bütün ölənlərimizə rəhmət eləsin. Mən axşam yuxuda çoxdandır görmürdüm. Babamla nənəmi görürəm və görürəm ki, onları qucaqlayıram. Mənəvi baxımdan, yəni o nostalji baxımdan götürəndə imkan olsa həm keçmişə gedərdim.
Çünki mən bu barədə tez-tez danışıram. Bizim cəmiyyətdə mənim bu gün də bir müsahibəm vardı. Biraz da onu kontekstdən çıxartdılar. Bizim cəmiyyətdə ciddi bir formada dəyərlərdən uzaqlaşma gedir. Degradasiya gedir, mənəvi aşınma gedir. Ailə dəyərləri, ailə münasibətləri. O baxımdan ildən ilə biz çətin bir dövrə gedirik. Yəni mən istəyirəm ki, Azərbaycan ailəsi güclü olsun, dəyərləri güclü olsun. Necə qardaş bacı ilə, bacı qardaşla, övlad anası ilə, atası ilə düşmən ola bilər. O mənada yəni dəyərlər, ənənələr, o proses, biraz da tarixə geçsək, xanlıqlar, ümumiyyətlə o dövr, o mənada o dövrə səyahət etmək istəyərdim. Amma inkişaf gələcəkdədir. Mən istəyirəm ki, bir gələcəyə də gedib, gələcəkdə görək nədir. Əslində bugün biz diqqətlə baxsaq o gələcəyi görürük və yaşayırıq. İnsanlar onu görüb və yaşamağı bacarmalıdırlar. O mənada o dövrə də gələcəyə gedib indi nə etməliyik ki, biz gecikməyik. Çünki əslində zaman yeganə nemətdir ki, biz onu əvəz edə bilmirik. Bir saniyəsini belə. Pulu, sağlamlığı qismən edə bilirik. Amma getdisə, getdi. Biraz da biz çox belə cəmiyyət olaraq pula, sürətli, maddiyyata meyillik, amma dəyərlər çox önəmlidir. Çünki siz bəzən çox saf sevgini heç milyardlar ala bilməzsiniz, insani münasibətlər ala bilməzsiniz. O mənada əsas olan odur ki, o dəyərləri, ənənələri qorumaq. Savad, elm, mən hesab edirəm iki amil, savad, bilik, nicat, bir də dəyərlər. Dəyərlər olmasa çətin olacaq. Yəni keçmişdən gələcəyə bunları aparmaq lazımdır. Belə başa Aparmasaq düşdüm. çətin olacaq. Çünki dəyərləri olmayan dövlətlər tarixdən silinəcəklər. Çox sağ olun Ceyhun müəllim. Mən təşəkkür edirəm sizə bu səmimi müsahibə üçün. Minnətdaram. Siz də sağ olun suallara görə.